Sən axtarılan verilişindəki Eldəniz qaynatasını öldürdü. Əvvəllər arvadının gözünü kör edibmiş. Təfərrüatlar sizi dəhşətə gətirəcək. Əziz izləyicilər, dünyada və Azərbaycanda baş verən xəbərlərdən xəbərdar olmaq üçün kanalımda olan plus düyməsini vuraraq abunə olmağı unutmayın. Belə ki, Ağdamda baş verən qətlin təfərrüatları məlum olub. Qafqaz İnfonun əldə etdiyi məlumata görə hadisəyə Eldəniz Qəmbərovun həyat yoldaşının ər evindən küsərək ata evinə getməsi səbəb olub. Eldəniz Qəmbərov həyat yoldaşını geri aparmaq üçün qaynatasının evinə gəlib. Lakin qadın onunla getməkdən imtina edib. Bu zaman qaynatası Zakir Hüseynov kürəkəninə həyat yoldaşının bir neçə gün ata evində qalmasına razı olmağı və ara sakitləşəndən sonra yenidən danışmağı təklif edib. Məlumata görə bundan əsəbləşən Eldəniz Qəmbərov gecə saatlarında yenidən qaynatasının evinə qayıdıb. O pəncərənin qoruyucu torunu cıraraq evə daxil olub və yatmış vəziyyətdə olan qaynatasını bıçaqlayıb. Hadisə nəticəsində Eldənizin qaynatası 1969-cu il təvəllüdlü Zakir Hüseynov həyatını itirib. Qətildə şübhəli bilinən 1996-cı il təvəllüdlü Eldəniz Qəmbərov isə saxlanılıb. Qeyd edək ki, Eldəniz Qəmbərovun daha əvvəl də arvadına qarşı zor tətbiq etdiyi və ona xəsarət yetirdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, ötən ilin sonunda ailə ARB TV-də yayımlanan Sən axtarılan verilişinə çıxmış, Eldəniz Qəmbərov həyat yoldaşının göz əməliyyatı üçün müraciət etmişdi. Yaxınlarının bildirdiyinə görə əməliyyata səbəb isə Eldənizin həyat yoldaşını döyməsi və zərbələr nəticəsində onun gözündə yaranan korluq səbəb olub. Qadın verilişdə ona yaxınlaşmaq istəyən həyat yoldaşını özündən itələyərək uzaqlaşdırmış, ondan qorxduğunu bəlli etmişdi. Məlumat üçün bildirək ki, Eldəniz Qəmbərov və həyat yoldaşının nigahından 5 övladı var.